Salam əleykum, xoş gördük dostlar. Deməli, bugün 22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Və biz bir qrup Azərbaycanlı siyasi mühacirlər, siyasi blogerlər artıq 40 günə yaxındır ki, Azərbaycanda qanunsuz yerə həbs edilən jurnalistlərin azadlığını tələb edirik. Biz burada 2 aya yaxındır aksiya keçirdirik. Azərbaycan jurnalistlərinin azadlığını tələb edirik. Bunun müqabilində Rauf Arifoğlu çıxır, bizim burada aksiya iştirakçılarımızı ləkələmək üçün eyni Əliyevin siyasətinə uyğun olaraq bizləri hansısa ölkələrin casusu adlandırır. Halbuki biz bu qadınların, bu jurnalist xanımların azadlığını tələb eləmişik. Başqa heç bir şey tələb eləməmişik İlham Əliyevdən. İlham Əliyev də Rauf Arifoğlunun bu yaltaqlığına görə onu bugün Milli Mətbuat Günü münasibəti ilə 2-ci dərəcəli vətənə xidmət ordeni ilə təltif eləyir. Baxın, Azərbaycan xalqı, görün İlham Əliyev kimlərə qiymət verir, kimlərə dəyər verir. Azərbaycanın azad jurnalistləri, azad mediaları bugün Azərbaycan həbsxanalarında çürüyürlər. Amma Rauf Arifoğlu kimi yaltaqlar, qorxaqlar bugün vətənə xidmət ordeni ilə təltif olunur. Vətənə xidmət ordeni ilə təltif olunması olan jurnalistlər, bax bu xanımlardır ki, öz canları bahasına Azərbaycan xalqının müstəqilliyi naminə Azərbaycan xalqının problemlərini işıqlandırırlar. Görünən budur ki, Azərbaycanda azad mediaya, azad jurnalistikaya yer yoxdur. Və bu səbəbdən də biz 2 aya yaxındır ki, bu jurnalistlərin azadlığını tələb edirik. Amma Azərbaycan hakimiyyətindən səs soraq yoxdur. Azərbaycan hakimiyyəti zərrə qədər də olsun bu jurnalistlərə görə reaksiya vermir. İlham Əliyevin reaksiya verməyi onun gözünə girsin. Reaksiya verməməyi bir tərəfə, bu mətbuat günündə sanki İlham Əliyev Azərbaycandan qisas alır. Sanki İlham Əliyev Azərbaycanın azad mediasından qisas alır. Belə bir gündə İlham Əliyev jurnalistləri azad eləmək əvəzinə hər hansı bir əxlaqsızı azad eləyir və onu kifayət qədər reklam eləyib Azərbaycana göstərməyə çalışır ki, ay Azərbaycan xalqı, bax, mən sizlə belə davranıram. Mən sizin bu azad jurnalistlərinizi, bu hicablı xanımlarınızı azad eləmirəm, amma bunun müqabilində bir əxlaqsızı azadlığa çıxardıram. Və Azərbaycan xalqında sanki səfərbər eləyiblər ki, o qadının ətrafında toplansınlar ki, bu məsələlər kölgədə qalsın. Və biz İlham Əliyevin necə bir tip olduğunu bildiyimizə görə dünən burada, bax bu gördüyünüz Almaniya kanslerinin binasının önündə İlham Əliyevi rüsvay elədik. Baxın, biz dünənləri burada İlham Əliyevin Almaniya kansleri ilə görüşü zamanı arxada gördüyünüz tərəfdə toplaşdıq və İlham Əliyev diktatordur deyərək onu burada rüsvay elədik. İlham Əliyev, sən buna layiqsən.